Salam, həm buraxılışa, həm də bloqa hazırlaşan dəyərli abituriyentlər. Bilirəm indi hal-hazırda və yaxud da başqa bir vaxtda dərs və test izahlarını diqqətlə izləyirsiniz. Ən azından zəif olan yerləri daha da möhkəmlətməyə çalışırsınız. Amma bu video nə dərs izahı ilə bağlıdır, nə də test izahı ilə bağlıdır. Bu sadəcə bizim özümüzlə yaratdığımız təşvişlə bağlıdır. Nədir bu təşvişlər, nədir bu həyəcanlar? İmtahan verməmişdən əvvəl, istər-istəməz hazırlıqlara başlamamışdan əvvəl içimizdə yaranan bu lazımsız həyəcanlarla bağlıdır. Nədir bu lazımsız həyəcanlar? Biz bu imtahanı çox ciddiyə alırıq, biz bu imtahana çox ümidi bağlayırıq, biz bu imtahanı gözümüzdə həddindən artıq şişirdirik. Düzdür, bizim ən azından bir karyera qurmağımız üçün, gələcəkdə addımlamağımız üçün bu imtahanlar vacibdir. Amma həyatımızı bu qədər təşvişə salacaq qədər vacibdirmi, yoxsa yox? Bu elə əsas məsələlərdən biridir. Ona görə də bu imtahanların yaxınlaşdığı bir vaxtda bu qədər həyəcanlı olmağınıza dəyməz. Bu qədər özünüzü stresə salmağına dəyməz. Ehtiyac yoxdur. Çünki sizi inanın ki, qarşıda həyatın sizə, belə deyək, təqdim eləyəcəyi çox gözəl imtahanlar gözləyir və gözəl imtahanlar gözləyir. Nəyə görə gözəl deyirəm bu imtahanlara? Çünki siz hər imtahanda möhkəmlənirsiniz, daha da dəyanətli olmağı öyrənirsiniz, mətin olmağı öyrənirsiniz, çətinliklər qarşısında ən azından nə edəcəyinizi öyrənirsiniz. Ona görə də DİM-in keçirdiyi bu cür imtahanlarda özünüzü depressiyanın dibinə salmağa, özünüzü daha pis hiss eləməyə gərək yoxdur. İnanın mənə. Nə bəzi valideynlərin təzyiqi, nə bəzi qohumların təzyiqi sizi əvəzdən salmamalıdır. Hətta mən buna bəzi müəllimləri də şamil eləyə bilərəm. Çünki özümüz bilirik həqiqətləri necədir məsələ. Yəni, bu vəziyyətlərdə özünüzü daha da dibə indirməyə ehtiyac yoxdur. Siz ən azından bu cür hallarda daha dəyanətli olmalısınız. Daha da özünüzü, belə deyək, bərkitməlisiniz. Bərkitməlisiniz ki, ən azından başa düşəsiniz ki, bu qədər pis olmağa dəyməz. Beynimizə intihar fikirləri, beynimizə daha pis fikirləri gətirməyə dəyməz. İnanın mənə dəyməz. Çünki yenə təkrar olacaq, həyatın gözəl imtahanları qarşıdadır. Sizin üçün hazırladığı o gözəl sürprizlər qarşıdadır. Siz sadəcə indi hal-hazırda çəkəcəyiniz əziyyətin qarşılığını alacaqsınız. Nə eləmisinizsə, onun qarşılığını o imtahanda alacaqsınız. Əvvəldən əziyyət çəkmisinizsə, onun gibi qarşılığını alacaqsınız. Sonradan əziyyət çəkmisinizsə, onun gibi qarşılığını alacaqsınız. Yoxsa oturub, məndə alınmayacaq, mən imtahanı verəndən sonra nəticəm aşağı olsa, mən kimsənin qarşısına necə çıxacam, mən istər-istəməz bu uğursuzluqlara necə cavab verəcəm, bu kimi halları düşünməyinizə dəyməz. Bəlkə də siz elə oxumasaz da ən yaxşı dərzi, ən yaxşı aşpaz, ən yaxşı, belə deyək, ayaqqabı tikən, ən yaxşı santexnik olacaqsınız, ən yaxşı usta olacaqsınız. Yəni, bunu siz yoxlamadan bilə bilmərsiniz. Sizin hal-hazırda yoxladığınız sahə budur. Sizin hal-hazırda irəlilədiyiniz, cəhd elədiyiniz, nəyəsə çalışdığınız sahə budur. Bəziləri bunun öz məqsədləri arxasıca getmək üçün istifadə edir, bəziləri də həyatda özünü yoxlamaq üçün istifadə edir. Və siz bunu həqiqətən yoxlayacağınız təqdirdə daha da gözəl nəticələr alacaqsınız. Necə alacaqsınız o gözəl nəticələri?
inanaraq irəlilədikdə, inanaraq hərəkət elədikdə, inanaraq irəlilədikdə dediyim də nədir? Əvvəlcədən qurulmuş bir plan və bu plana, belə deyək, riayət eləmiş bir şəxs. Bu plana riayət eləmiş bir şəxs necə olur? Vaxtını düzgün bölür, gecə normal şəkildə yatır, səhər vaxtında oyanır və istər-istəməz gələcəkdə vicdan əzabı çəkməyəcək şəkildə öz qoyduğu prinsiplərə əməl edir. Ona görə də hər hansısa bir uğursuzluq yaşadıqda oturub pis olmağa dəyməz. Çünki sizin göstərdiyiniz, belə deyək, şücaət qarşılığında, cəsarət qarşılığında siz ən azından nəyəsə nail olacaqsınız. Orada həyəcanlanmaq və yaxud da özünü itirmək nəyə lazımdır bunlar? Lazım deyil. Bəzən düzdür, bəzi abituriyentlər çəkdiyi əziyyətin, belə deyək, kadrları qarşısına gəlir həmin imtahanlarda. Bunlar da lazım deyil. Nəyə görə lazım deyil? Çünki siz artıq o imtahana girdikdə yalnız imtahan haqqında düşünməlisiniz. Suallara cavab vermək haqqında düşünməlisiniz. Və düşündüyünüz məsələ niyə görə bu qədər ağır məsələdir? Çünki vaxtında çəkmədiyiniz əziyyəti düşünürsünüz. Amma o an bunu da düşünsəz belə, mən niyə oxumadım, mən niyə eləmədim, boşuna vaxt itkisi sayılmış olacaq. Ona görə də qohumları, bəzi valideynləri, bəzi müəllimləri vecivizə almamağınız daha yaxşıdır. Beynivizə başqa bir fikirləri gətirməməyiniz daha yaxşıdır. Gətirəcəyiniz təqdirdə onsuz da uğursuzluğa düçar olacaqsınız. Onsuz da çəkdiyiniz əziyyəti hədər eləmiş olacaqsınız. Belə şeylərə fikir verməyib, daha düzgün şəkildə, daha doğru şəkildə irəliləməlisiniz. Və yenə deyirəm, bu sizin ilk və sonuncu imtahanınız deyil. Bu sizin, belə deyək, ilk imtahanınızdır və həyatınızın sonuna qədər də istər din imtahanları olsun, istər həyat imtahanları olsun, hər biri ilə müəyyən bir zaman ərzində qarşılaşacaqsınız. Və qarşılaşacağınız təqdirdə də sizin bu keçdiyiniz yol sizi daha da möhkəmləndirəcək. Sizi, belə deyək, daha da əzələlərinizi inkişaf elətdirəcək ki, hər hansısa bir çətinlik qarşısında dik durmağı öyrənəsiniz. Düzdür, bəziləriniz yıxılacaq, bəziləriniz ayağa qalxa bilməyəcək. Amma müəyyən bir vaxt dilimindən sonra artıq əlin hardansa tutub ayağa qalxa biləcək. Ona görə də bu imtahanlar qarşısında yıxılmamağı sizə tövsiyə edirəm. Nə qədər yıxılmağa çalışsanız, nə qədər özünüzü, belə deyək, əzməyə çalışsanız, daha pis nəticə ilə qarşılaşacaqsınız. Ona görə də daha yaxşısını eləməyə çalışın. Orada özünüzü itirməməyə çalışın. Narahat olmayın. Nə eləmisinizsə, nə qədər oxumusunuzsa, nə qədər əziyyət çəkmisinizsə, orada qarşılığını alacaqsınız. Və heç kimin, hər kəsin, heç kimin, bu qarışıq məsələdir, onsuz da biraz da nisbi məsələdir. İşlətdiyi cümlələri həyatınıza almaq, belə deyək, sizin ixtiyarınızda olan bir şeydir. Bu ixtiyarınızda olan bir şeyi, belə deyək, başqalarının ixtiyarına buraxmayın. Başqalarının sizin həyatınıza salmağına icazə verməyin. Və bu cür öz bildiyiniz təqdirdə həyəcanlanmayacaq şəkildə gedin, istədiyinizi eləyin. İmtahanda həyəcanlanmamaq şəklində. Həyəcanlanmadığınız təqdirdə istədiyiniz hər şey eləyəcəksiniz. Orada istədiyiniz nəticəyə də çatacaqsınız. Sadəcə biləsiniz ki, əvvəlcədən buna görə nə qədər əziyyət çəkmisiniz. Ona görə də dediyim kimi, pis olmamağa diqqət eləyin, həyəcanlanmamağa diqqət eləyin. Arrivederci. Videoların davamı gələcək.